Çoxdandır Zabratın qəşəng yerində ucuz ev çəkmirdim. Amma dedim bugün olar. Bəli, Zabratın qəşəng yerində 118B düz məhəllənin qabağından keçir. Hansı ki o marşrut 192 nömrəli məktəbin, üzbəüz bağçası, 81-ə də, əslində 2 sənə piyada getmək olur, amma istəsəniz marşrutuna göndərə bilərsiniz. 81-i niyə vurğulayıram marka? Çünki Zabratda Rus sektoru birləşdirə ona görə. Yəni 81-də çox rahat şəkildə gedə bilir. 72 minə yaşayışı tam təminli, evin heç bir şeyə ehtiyacı olmayan 3 otaqlı evə gəlmişəm. Dediyim kimi tam təminli yaşayışlı 3 otaqlı həyət evimizdə 2 sot torpaq sahəsinin içərisində 2 sot torpaq sahəsinin içərisində 7 daş kürsüdə dairəvi qoşa daş, üstü kəmərli pəncərələrin reşotkasına kimi qoyulan 3 otaqlı həyət evimiz. Mətbəxi, göz moykası, qazı, aspiratoru var və bilirsiniz ki, yaşarsa bu əsasından sonra çıxmır, kombisi radiatoru da var. Pəncərələrin dediyim kimi reşotkasına kimi qoyulub. Bu da qonaq otağıdır, demək mətbəx, 2 yataq otağı, qonaq otağını açılır. Bu da yataq otağı göstərməmişəm. Burada da bəbişlərin otağıdır. Niyə otağın içində fırlanırlar ki, görəsiniz ki, yəni rahat şəkildə uşaqların şkafıdır, 2 dənə də taxtıdır. Rahat şəkildə fırlanmaq olur. Qonaq otağında 2 dənə pəncərəsi var, həyətin sağına, soluna özə məsafə yaxşı qoyulub, çöldən göstərəcəyik. 4 bir tərəfinə evin geniş ətraflı gəzmək olur. Sanitar qovşağı, sanuzeldir, ikisi bir yerləri, şukası, aksesuarları, hər bir şey qoyulub. Gedək, tənklə tanış olaq mütləq şəkildə. Öyle sıx yaşayış olan məhlədədir. Sıx yaşayış olan məhəllədə Balşıq xəttinə yaxın 2 tot torpaqdır, həyətdə tamit döşənib, bütün maşın hər şəkildə gidir. Orada komisiya yerlədir. Sağ qarnına padvalına girişi var. Evin sol tərəfini göstər, o dediyim hissədir. Oradan arxasına da keçmək olur. Sağ da yəni məsafə qoyulub digərindən. Burada da yaşıllıq üçün yenə də bu göydən göyərtdən əşəsən. Geniş darvazası görürsünüz, maşın rahat şəkildə həyətinə girə bilir. Həyətin ərəbdən şikraf qoyulur. Bütün kommunal sistemlər çəkilib, mərkəzi kanalizasiya sistemidir. Hamısının da sayğacı qoyulub. İstər sistemdə gördüyümüz kimi kombidir, komisi radiatoru var. Bu dəqiqə işlək vəziyyətdədir. Gələnlərin qiymət, keçim evin önündən. Qiymət 72.000 manatdır. Real müştəriyə ev yəs tərəfindən mütləq şəkildə indirim olacaq. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.